Bugün sizi özümlə salona aparıram. Videonu bəyənməyə, kanala abunə olmağı unutmayın. Gedək görək salon qeybətləri, söhbətləri silsiləsindən nələr olacaq. Çoxdan da dırnağı getmirdim. Dedim gəldim dırnaqlarımı da yenileyim. Sizin üçün də video çəkeyim. Və gəldim, çıxdım salona. Gedək görək bizim ustamız nə edir. Salam. Ay Güzel xanım. Yaxşısınız. Git anasının önüne git. Mən də alacam inanırsan. Bursa nə həvəslisə, durub gəlmişim dırnağa. Səhər tezdən Cünara xan bir dənə kofe verdi. O kofenin üstündəyim. Bilmirəm o kofeyə nə qatmışdılar, ay bax. Özür səni. Haqqı. Arıqlının kofesi zadı olsa Mən o sarı yağılı. Hə, o da üz qaşa gəlmək istəyirdi. Oydu yazan mənə. Bilmirəm. Dedi üz qaşa gəlmək istəyirəm. Dedim, mənə qız qoy mən eləyim, sonra sən gedərsən. Hara gedirsən, nə tərcih edirsən. Mən də yazmışam, hələ cavab gəlmir. Yəqin interneti yoxdur. Bizim internetimiz can verir işte. Arada gəl, arada gəl. Salə səni gəzdirir, eləmi? Mən. Hə, sən gəzdirirsən, hə? Olar. Olar. Mən olaram. Sən qızındır. Sən qızındır. Allah saxlasın. Xoşbaxt olsun, xoşbaxt olsun. Allah köməyiniz olsun. Qızım universitetdən gəlir. İndi gedəcək şeyə, diş həkiminə. Ondan sonra da gəlib gedəcək yenə Bakıya kursa. Kursa niyə gedir? Hə, kursa gedir. Nə kursuna? Elektrik, elektronika kursuna. Nə day var? O da bunun oxuduğu ixtisas. Heç nə baxmasdan nə oldu bu universitetdə nə oldu? Bir də təzən kursuna girsən. 260 manatda kursa pul verir. Ürəyim dayandı lan. Sağ ol. Qadanam, o da gedib ər evində yeyəcək o pulu sənə gələk. Niyə göndərsən kurs? Qoy universitetin ağzını tutsun getsin. O da çıxıb gedəcək ər evinə qismət olacaq. Əri yeyəcək, köpü yox. Allahdan. Biz sadə bir köpük verən deyirlər yəni, biləsin. Özüm canlı, eləyən adam. Ay sağ ol. Nətər verək, nəyimi kim dolandırsın. Ay sağ ol. Yazıq Fədanı, boğazından kəsir. Əynə baxın. Başından kəsir. Hə, o birisi uşaqdakı həvəs alıb durub anasının yanında. Müdürlərimiz sağ olsunlar. Elə şərait yaradıblar ki, işdən çıxan kimi elə bir tip qoyurlar ona. Tez bazar. İndi mən də həkim tərifləyəndən sonra buradan mənim daha çox xoşuma gəlir. Elə ben yazdım. Yaxdıqca düzəlir. Ya çarəsizliyin əlamətidir, ya nəsə axır. Yaxdıqca düzəlir də. Fındıq kim burnum var. Səbu deyir, avara qoymuşsan o kişini Allah anlasın. Tüpürəcəksən etim. Deyirəm, o boytana narkoz almışam. Bunun bir xeyrini görməliyim. Asla. O pultana da pul vermişəm. Hə, vallahi. Kimlə başa düşsün? Deyir, o toxunacdan nə xəbər, o əziyyəti mən çəkmişəm, arxalısın. Nə vecinə, diş ağrıyır, həkimə getmir ki, həkim iynə vuracaq. Mən o boytana narkoz keçirdiklər, haberiniz. Bacı, saçımı çolka kəsdirmək istəyirəm. Amma təcrübəsi mənim üstümdə keçəcək usta istəmirəm. Ki, o çolkanı məhvət kəssin. Sən məsləhət gördüyün adam varmı? Elə bir ki, şey görsən, saçım belə xoşuma gəlmir. Deyirəm ki, çolkadan zaddan kəsdirim bəlkə. Biraz yaxşı görsənsin. Deyirlər, alnım böyükdür. Mən bu balaca başımda necə alnım böyükdür, mənə çatmışam. Vallahi da, özümə baxıram, ha əlləşirəm ki, o alnın yeşəliyini tapım babam. Bacı. Yoxlamanı da yola saldıq. Axır ki, getdilər, gözümüz aydınız. Biri düzü yapışıb qalıb o kresloya. Deyəsən, şirin gəlir o kreslo. Onu da rədd edək. Görək nə vaxt gedəcək. O da rədd edəndə bunu qırxın ki, gəl burası tapasın. Özünü qırsalar. Sonra gəl bizim bığımız. Buradakı xalımı arada istəyirəm ki, biraz tündləşdirəm. Karandaşla. Hintli nədir o qızlar? Şey olur, xallı qızlar var deyə, qəşək görsənir. Eləyim. O vaxtlar çox muddaydı, xalı qaratma. Mən də arada o vaxtı bu yanındakını qaratdım, bayır. Təşkil edir ki, mən də indi keçmiş dövrlərə qaydım.
Olsun zaten hər keçmişdəkilərə qayıdır da. Vallahi mamamın o vaxtı bir paltarı vardı. Trenskot deyirlər. O indi trenskot deyirlər. İnspektor qazetin paltarına oxşayır. O günlərə çıxardı bütün boz renkdə. Bir amaz bu 40 il əvvəl səndə də vardı. Biraz keçmişin şeylərdən hastalanır. Küçəskaları qayıdır. Ondan sonra Təzə şey tapa bilmirlər keçmişə. Ondan sonra ki, bir dənə, iki dənə şeyə nəsə bir əlavə edirlər, o da olur ki, dəyişir. Güya ki, müasirləşir. Ay, sağ Bajlar. Burada işıq qəşəkdir, adam da qəşək görsənir. İstəyirəm dayan. Varındır tripod. Tripod deyil. Çox sağ olun. Deyəm. Yaxşıdır. Mənə bax hələ də mən cəhətməyə varımsa, yol otur yerində. Aşkım, nə yiyəcəksin? Yeni il. Gəldik, yeni il. Yeni ilə sən tez Sən gətirirsən. mübarək. Yeni ilə tez gətirirsən. Gətirək də sonra yeni dəyişir. İki də yeni il edəyək. Hə, kesin yeyərik. Bir də bu rənc eləyərik, bir də başqa. Başqa bilmirəm, nə rənc eləyək, maraqlı olsun. Oradakına qulaq asmıyor. Bəli, xahiş barmağımı doğrasın istəyirsiniz. Düz deyil. Qalın barmaq elin gün baxdı. Aslında burnumda barmağımı işləsin. Bir barmağım qalmışdı maşının qapısının arasında, bir axşam səhər yata bilməmişəm. Əgər. Allah bu barmağım. Maşının qapısını niye örtürdün ki, parmak qalırdı maşının qapısını? Kişi bir il idi ki, deyinirdi ki, maşının qapısını astır. Bu demək astı örtməyə çalışdı. Astır. Mən də ki, elə bir bu deyirdi, deyin, tərs əlimdən çıxırdı, bərk çıxırdı. Bir dəfə dedi dədən malıqdır, iki dəfə dedi dədən malıqdır. Sizi də çırpdın ki, ala dədəm alıb dəyəcək məndən. Hə. Ondan sonra əlim qapının arasında qalanda da dedi, mən də kirdana nə qədər deyindim, barmağım da daha getdi. Mən də bir dəfə elə eləmişəm. Qapının arasında qoyub üstünə də çırpmışam. Hə. O nətər bacarmışam? O kəsik. Heç nə olmaz. Get. Hələ şeyin qiyməti necə qaldı? Hə. Xaçaq fırınlar bacı 2 manata. Saat üzrə süfrəyə girdim. Çözmürdən xaçaq alım yazdım 1 manata ya da 80 qəpiyə zad olar. Yemək yeməmişdim. Deyir 2 manat elə bir toka verdilər mən. Şeydir, simsiz zada alırdıq 40-50 qəpiyə, 70 qəpiyə. Sadə bulkuları hamısını qaldırıb. Qaldırıblar. Hə. Yenə də ki, milləti doludur. O üçün düzdür adam işte sufle vəbşə elə bir 5 qat qoydu. Qudurublar. Biz 10 qəpik də qaldırmırıq, qaldıranda 20-30-a keçir. 2 manat. Mən deyirəm, axırıncı xaçaq neçə almışdım yadımda deyil. Deyirəm, buna vaxt qalxdı 2 manat oldu. Deyir ki, şeydir, 2 manat bunun qiyməti 2 manatdır. Dedim, bəyəkdə və qarşımıza. Hələ maaş qalmayıb. Çox sağ olsun. Necəsiniz? Nailə xanım? Naiçka, buradadır. Gəl. Cəmilə də qrip olubdu. Get o Cəmil. Ölür, dirilir. Get o Cəmil xanıma denən ki, Fira dedi ki, əlimə keçməsin. Onu qız səfərimə, Şirla qədərinə gel eləyim, göndərim. Çoxdan gəlmir. Ay bacım, mən bunu gel elədim, şel elədim ki, bu 15 gündən də yanımda olsun. İndi gel 2 aydan bir gəlir. Şəlalə burada işləmir, o bir salonda işləyir. Bacım, sən bunu 15 gündən bir gəldin, 2 aya niyə salmışsın? Gidin Fira deyir ki, sən mən tutsan, əlimə keçsən, səni mən gel eləyim, göndərim sənə bax. Hə, mütləq onu ona çatdır. Mütləq, baş üstünə. Başınız günlər üstünə, gözləri necədir? Yaxşıdır, pisi. Yaxşıdır. Bəli. Bir gəlmişik gözündən də bir məlumat toplayardım. Kimin? Cəmlərin deyirsən? Cəmşin. Mən də kasaylaşmışdım bir ara. Elə bildim, mənim gözümü sıxır. O gözündən əməliyyat oldu axı. Cəmlərin gözləri pis deyil, yaxşıdır. O Prosta qrip olduğuna görə arada öskürür, askırır. Ona görə narahat ki, ola bilsin ki, deyir, gözlərim zədələnər. Hə, öskürür, öskürmək olmasın. Döşət öskürür, özür. Ona dərman zad eləsin, nəysə ki, tez keçsin. Bu günləri babatlaşırdıq, səhər tezdən danışırdım. Dedi, yaxşıyam, biraz babatlaşmışam. Mən onu ən çox, mən də qızımı istəyirəm, onu getdiyi həkimdə eləməyə. Bu qaldı. Hə, ona görə... Yox, aşkım, mən onu heç xoşlamıram. Get, çaysız iç. Onun gözündə şeydə var idi, nə deyirlər ona?
Nə? Zəiflik. Yox, iki göz arasındakı Yox, fərqin istəmirəm. adı İstəyirsən nədir? acı çay? Yox, yox. Ayda. Yaxşı. Çay istəyirsən? Otura gedək. Deyən. Seva, xanıma bir stəkan çay verərsən də. Hə. De. Nə deyirdim? Cəmlənin gözündən. Hə, onun gözünün arasında, iki gözünün arasında fərq vardı. Hə. Ona görə indi həkimə bir dəfə iş tutduramır. Ona görə sığortalı iki dəfə eləyəcək. Hə, o da dedi ki, okey. Bilməm, neçə gündən sonra deyəsən yiyəcək. Hə. Amma ilk vaxtlarda yaxşı görürdü, deyir. Hə. Əslində əməliyyatdan keçəndən sonra baxmaq lazımdır məncə nəticəyə. Çünki mənim də burnumdan şey çıxan kimi deyirdim, o indi gözəl nəfəs gedir yuxarı. Hə. İndi güclə nəfəs Hə. Ay sağ ol. müəyyən vaxt keçir, burun özünü tutur, Hə. şişlər, zatlar yerinə oturur. Ondan sonra görürsən də nədir. Hə. Ay sağ ol. Ona görə bacı sən hələ gözlə, onun burnunu qoy yerinə otur, burnundaydı o. Gözü yerinə otursun. Görək nə olur. O gün deyirdi, tava götürmüşəm, gözüm deyir, çırt elədi. Deyirəm, elə ki, gözün suyun üstündən tavaya düşməsin. Belə baxanda nə qəşənglərimiz görsənəcək. Belə də baxanda görürsən. Ayda pozmuyorsun gündə. Çox dərindən baxanda. Dərindən baxmıyorsun. Yine uzun değil dırnaqlarım. Uzanacaq da. O ne gündeydi o. Əməliyyatdan sonra ben ne günə düşdüm. Ben ne günə düşdüm. Bazı zaman əməliyyat eləyər, gözəlləşir. Mən ağamı tanıdım. Hər tərəfli məhv olmuşdum. İndi arsızlıqdan. Çok sağ ol. Teşekkürler seninle bacım. Arsızlık Çayını iç. O çıtası da olmasın. Allah köməyin olsun. Cevap verirse gündemde kaldığı arasında ve sağlıklı kalan kıymetlerini acil alacak. Çayımızı içtik. Nem basıyor. Bakın burada. Desek de böyle durmuyor. Birden buraları koyup buranı durup bildiği zaten. Ucu saçını yoğurmak istiyorum. Ablası bunu gruptan ömür tutursun. Tamam. Hani iş oldu? Bir şeydi ben de beğendim. Ben de bir yaptım. Şunlara falan. Və dırnaqlarımızı yenilədik. 2026-nı tələsik qarşılama. Dedik ki, qar yağsın. 2026 gəlsin. Bəli. Gedirəm Şuşa. Çaqatsın gözlə. Sonra görək hara gedəcəyik. Axşam Foxsacıq müəlliməsində sənədim var görülməyə. Görüm axırdan sonra gedəcəm. Olmasa da ki, 5 saat öyə. Gedim, onu da həll edeyim. Sonrasına da ki, Allah kərimdir. Məncə ki, rahat olub göz qamaşdırır. Çünki